Hər vaxtınız xeyir. İran-İsrail gərginliyi fonunda Azərbaycan üzərindən beynəlxalq evakuasiya prosesi davam edir. Azərbaycanla İran arasındakı Astara dövlət sərhəd keçid məntəqəsi hazırda regionda humanitar və təhlükəsizlik baxımından ən mühüm marşrutlardan birinə çevrilib. Münaqişə zonasından insanların təhlükəsiz şəkildə təxliyəsi məhz Azərbaycan ərazisindən həyata keçirilir. Rusiya Təhsil və Elm Nazirliyi məlumat yayıb ki, İranda BRICS mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən 14 nəfərlik Rusiyalı alimlər qrupu artıq Azərbaycana təxliyə olunub. Qırğızstan vətəndaşlarının bir qismi də İranı tərk edərək Azərbaycan ərazisinə keçib və verilən məlumatlara əsasən yaxın saatlarda daha 28 nəfərin də quru yolla Astara sərhədindən keçərək ölkəmizə daxil olacağı gözlənilir. Rusiyanın Çaykovski adına böyük simfonik orkestrinin bütün musiqiçiləri də İrandan çıxarılaraq Azərbaycana gətirilib. Rusiya Mədəniyyət Nazirliyi bu barədə rəsmi məlumat yayıb. Azərbaycan vasitəsilə İrandan yalnız Rusiya vətəndaşları deyil, Portuqaliya, Filippin və Finlandiya vətəndaşları da təxliyə olunublar. Onlar artıq gömrük nəzarətindən keçiblər və Bakı istiqamətində avtobuslarla yola düşüblər. Maraqlı məqam odur ki, Böyük Simfonik Orkestr Azərbaycana minnətdarlıq əlaməti olaraq iyunun 16-sında, yəni bugün Bakıdakı Dövlət Filarmoniyasında xüsusi konsert proqramı ilə çıxış edib. Bu arada Rusiya Mədəniyyət Naziri Olga Lyubimova da Azərbaycan tərəfinə təşəkkür edib. O, təxliyə prosesinin operativ və yüksək koordinasiya ilə aparıldığını vurğulayıb. Təxliyə edilənlər arasında Tacikistan vətəndaşları da var. Onlar da Astara sərhəd keçid məntəqəsindən keçərək Bakı istiqamətinə yönləndiriliblər. Rusiya Federasiyasının Tehrandakı səfirliyinin yaydığı məlumata görə 300-dən çox insan artıq İrandan Azərbaycana təxliyə olunub. Onlar arasında diplomatik nümayəndəliklərin əməkdaşlarının ailə üzvləri, musiqiçilər və rejissor Fyodor Bondarchukun çəkiliş qrupu da var. Əlavə olaraq təxliyə edilənlər arasında Belarus, Özbəkistan, Tacikistan və Serbiya vətəndaşları da yer alıb. Bütün bu əməliyyat Rusiya Federasiyasının həm Tehrandakı, həm də Bakıdakı səfirliklərinin koordinasiyası ilə həyata keçirilib. Belə, bu çatdırmaq istədiyim ən son məlumatlardır. Ən son operativ xəbərləri Telegram kanalında da oxuyub və izləyə bilərsiniz. Kanalın linki bu videonun təsvir hissəsində və şərhlərdə yerləşdirilib. Diqqətinizə görə minnətdaram. Yenidən görüşənədək.